Növbəti çıxışımız doktor Azər Bəşirovdur, psixoz və gender. Hər kəsi salamlayıram. Adımı qeyd eləməyi unutmuşam. Mən Azər Bağırov, psixiatram. Bu günləri mən gender və psixoz haqqında danışacağam. Burada öncəliklə giriş edərkən bundan başlamaq istəyirəm ki, seks və gender bir-birindən fərqli şeylərdirlər. Yəni, seks bizim bioloji cinsiyyətimizdir, doğuşdan gələn həm xromozomların təsiri ilə, həm də fenotipi olaraq bədən quruluşumuzun təsiri ilə olan bir kişi və ya qadın kateqoriyasıdır. Gender isə sosiokültürel rola dair anlayış, yəni necə yetişdirilməyimizlə əlaqəli, kişilik, qadınlıq və yaxud da ki, transgender kimi yetişməkdə ola bilər. Bioloji fərqlər burada xromosomlar, hormon, beyin strukturu, bunlar bizim cinsiyyətimizin formalaşmasına təsir eləyir. Amma daha sonrasında əsas işi görən şey sosial rollardır, gözləntilərdir, mədəni kontekstdir və identifikasiya, yəni ata və yaxud da ki, ana rolu ilə identifikasiyadır. Mən ümumiyyətlə insanların psixikasını biraz daha belə təsəvvür edirəm. Yəni, bir hardware var, doğuşdan gələn insan psixologiyasının ilk şeyi, o temperament, mizac dediyimiz şey doğuşla bir yerdə gələr. Amma onun üzərində bir də software, proqram yüklənilər və bu da bizim sosial olaraq öyrəndiklərimiz nəticəsində dünyanı qavrama şəklimiz, yəni bir filtr formalaşır və biz dünyanı qavrayarkən o filtrin içəriyi əsasında onu qavramış oluruq. Və bu software'in də çox həssas olduğunu düşünürəm. Yəni ki, çox travmalara həssasdır, insanların şuurunun dağılması bir çox travma ilə baş verə bilər, qorxu ilə baş verə bilər və yaxud da ki, müxtəlif maddələr hansı ki, beyində o dissosiativ bənzəri əlamətlər, yəni kimliyi itirmə bənzəri əlamətlər yaradır. Məsəl üçün, mən narkotik asıllarla da Türkiyədə çox işləmişəm. Bir çoxlu narkotik istifadə edən birisi gəlmişdi. Hər şeyi denəmişdi demək olar ki. O, məsəl üçün, LSD və magic mushroom dediyimiz o narkotikləri istifadə elədiyində çox böyük bir bad trip deyilir ona. Çox böyük bir panika keçirmişdi. Sanki mənliyimi itirirəm, mənliyim həll olur, gedir şəklində bir hissiyata qapılmışdı. Əslində, bu üstdən formalaşan və yaddaşla əlaqəli olan özümüz haqqında mən kiməm, sosial olaraq mən kiməm, status olaraq kiməm, mən kimisə oğluyam, kimisə atasıyam. Bunun kimi formalaşan şeylərin dağılması hissi çox böyük bir panika yarada bilər. Bu, müxtəlif situasiyalarda da çox yoğun qorxu insan keçirdiyində də buna bənzər hal yaşaya bilir. Deməli, buna basıram. Nəyə görə gender məsələsi əhəmiyyətlidir? Tədqiqatlarda göstərilir ki, kişilərdə psixoz riski daha yüksəkdir və bir çox fərqli xüsusiyyətlər göstərilir. Məsəl üçün, kişilərdə erkən başlama yaşı olur, simptomların fərqliliyi olur. Qadınlarda isə daha çox depressiv əlamətlər, yəni affektiv əlamətlər daha çox olur. Kişilərdə isə daha çox negativ simptomlar, daha öncə də hocamızın bahs elədiyi kimi, negativ o geri çəkilmə əlamətləri daha ön planda olur. Psixozun etiologiyasından danışanda, öncəliklə psixoz dediyimizdə bizə hər hansı bir xəstəlikdən danışmırıq. Psixoz bir əlamətdir və bu əlamətlər, bu simptomlar müəyyən xəstəliklərin bir parçası ola bilər. Bunlar şizofreniyadan da başqa bir çox xəstəliklər var. Məsəl üçün, deyək ki, sayıqlama pozuntusu ola bilər. Bipolar xəstəliyin maniya dövründə biz psixotik əlamətləri çox sıx görürük. Şizoaffektiv pozuntu ola bilər. Bunun kimi bəzən psixotik depressiyalarda da biz psixoz əlamətlərini görə bilirik. Və ən uyğun təsnifat sanki biopsixososial təsnifatdır. Burada buna vurğu edilir ki, psixozun yaranmasında biolojik faktorlarla, yəni doğuşdan gələn və ana bətnində məruz qalınan o neuroendokrin mühitlə yanaşı, psixolojik strukturun qurulması, yəni uşağın 0-4 yaşında onun xarakterinin formalaşması, onun ilk valideynlərlə olsun, ilk baxım verənlərlə ünsiyyətinin yaranması, bağlanma stillərinin qurulması və sonrasında artıq uşaq
böyüyüb cəmiyyətə qarışdığında, yəni ki, məktəb vaxtında yeni insanlara yatırım yaptığı dövrlərdə də yeni sosial faktorların təsiri, müəllimlərin təsiri, məktəbin təsiri və digər qadağaların təsiri ilə bir insan kimliyi formalaşır. Və bunların hər birində bir zədələnmə olur, bir psixoz yaranması üçün, yəni bir genetik meyillilik olması lazımdır, bir yetişdirilmə dövründə bir travmalar olması lazımdır və sosial cəmiyyətin də daha zərərverici bir təsirinə məruz qalması lazımdır. Yəni daha belə diskriminasiya ola bilər, köçlər ola bilər. Bunun kimi hallarda insanların stresə daha çox məruz qaldığı görülür. Deməli, cinsiyyət hormonları ilə əlaqəli belə bir tədqiqatlarda belə bir şey var ki, qadınların ən əsas hormonu olan estrogen dopaminerjik aktivliyi tənzimləyir və bunun sayəsində şizofreniyanın başlama yaşını gecikdirir. Eyni zamanda əlamətləri də nisbətən yüngülləşdirir, daha yüngül gedişata səbəb olur. Menopauza dövründə də bu estrogen səviyyələrindəki azalma ilə bir yerdə qadınlarda ikinci bir psixoz piki və yaxud da ki, şizofreniya piki yaşana bilir. Əsas biz bilirik ki, şizofreniyanın pik yaşı 15-35 yaşdır. Amma qadınlarda ikinci pikdə ola bilir. Testosteronun və dopamin sisteminin təsiri var. Testosteron isə dopamin sisteminin hiperaktivliyini artırır. Buna görə də kişilərdə ilk psixoz epizodu daha güclü, daha teatral, daha epizod şiddətli və rəngli əlamətlərlə başlaya bilir. Prodromal dövr daha nisbətən daha qısa olur. Şizofreniya haqqında biz danışdığımızda ümumiyyətlə şizofreniyanın bu mövzuda çox mübahisələr var. Bir xəstəlikdirmi, yoxsa bir simptomlar yığınıdırmı? Bununla əlaqəli çox fərqli fikirlər var. Biraz öncə Fuad müəllimin də danışdığı kimi ilk dəfə Emil Krepelin demensiya prekoksla maniakal depressiv psixoza ayırdı. Yəni o vaxta qədər bütün psixotik hallara demensiya prekoks deyirdilər. Yəni erkən demensiya demək istəyirdilər. Amma Krepelin də bir xəstəxananın elə bil ki, idarəçisi idi və yaxud da baş həkimi idi, elə deyək. Onun müşahidə elədiyi şey isə o idi ki, bu xəstələrin hamısında ağıl zəifləməsi olmur. Bir qrupunda hətta gedişat da daha epizodikdir, daha fərqlidir. Hətta məsəl üçün bu filmi izləyənlər də çox vardır. Beautiful Mind kinosunda bu John Nash karakteri çox böyük bir riyaziyyat alimidir və eyni zamanda da şizofreniya xəstəsidir. Yəni burada intellektual qabiliyyətlərin azalmadığına göstərən əsas deyək ki, öndə olan kliniki vakalardan birisidir demək olar. Gender rollarından biraz daha danışdığımızda, gender dediğimiz biz bunu seksdən ayırdıq. Çünki gender rolları biz uşağı formalaşdırarkən ona müəyyən yaşdan sonra qız və oğlan ayrımını eləyirik. Yəni 3 yaşdan sonra artıq uşaq qız və oğlan fərqini ayırd eləyir və oyuncaqlarını, oyunlarını ona uyğun eləməyə başlayır. Biz burada əgər ki, çox qatı bir cəmiyyətdə yaşayırıqsa, qızlara xas oyun oynamadığında onu qəti bir şəkildə tənqid eləyə və yaxud da ki, acıqlana bilərik və yaxud da oğlan uşağı deyək ki, biraz daha belə kuklalarla oynadığında ata-ana bundan çox qorxub, bunu çox cəzalandırmaq istəyə bilər. Genderlə əlaqəli belə bir şey də deyim. Gender homoseksuallıq deyil. Gender kimliklə yəni əlaqəli bir şeydir. Yəni identity dediyimiz bir şeydir. Homoseksuallıq isə seksual orientasiya ilə əlaqəlidir. Bizdə cəmiyyətdə daha çox belə fikirləşilir ki, homoseksual insanlar deyək ki, tərs cinsin xüsusiyyətlərini götürürlər. Deyək, bir kişi homoseksualdırsa, o feminə bir quruluşda olmalıdır. Yəni deyək ki, danışığı biraz daha əzik danışıq olmalıdır, hərəkətlərində biraz daha qadınsı belə tutmalar, belə hallar olmalıdır. Amma belə deyil, homoseksual insanlar əslində öz cinslərindən çox məmnundular. Özlərini kişi kimi hiss edirlər, kişidirsə, qadındırsa da qadın kimi hiss edir. Sadəcə çəkim hiss elədiyi insanlar öz cinsindən olur və buna qarşı bir müddət mübarizə aparırlar. Deyək ki, yeniyetməliyin başında bunu hiss elədikdən sonra. Amma sonra baxırlar ki, bu dəyişəcək bir şey deyil, sonra mübarizəni də dayandırırlar. Amma gender, deyək ki, disforiyası və yaxud da ki, transgender fərdlər özlərini belə ifadə edirlər. Mən səhv bədəndə doğulmuşam. Yəni ki,
mən görünüş olaraq kişi kimi görünə bilərəm, amma bu bədən mənə əziyyət verir. Güzgüdə baxanda mən bundan iyrənirəm və bunu dəyişdirməyə çabalar göstərməyə başlayırlar. Müəyyən müddətdən sonra əgər ölkənin şəraitləri icazə verirsə, müəyyən hormonal terapiyalarla bir dəyişmə olur və ondan sonrasında da cinsiyyət dəyişdirmə əməliyyatlarına gedə bilirlər. Və bu onların həqiqətən psixolojik vəziyyətinə də çox yaxşı təsir eləyir, daha xoşbəxt bir həyat yaşaya bilirlər. Əgər ki, bir cəmiyyət icazə vermirsə, məsəl üçün, ərəb cəmiyyətləri deyək, orada isə daha çox evdə qadın paltarları geyinmə və yaxud da ki, fərqli-fərqli şəkildə o qarşı cinsin davranışlarını göstərmə meyilliyi şəklində bir dəyişmə ola bilir. Eyni zamanda sosial faktorların təsiri də var insanların inkişafında. Çünki biz cəmiyyət olaraq formalaşdığımızda kişi fiquru ilə əlaqəli müəyyən bir gözləntilərimiz var, qadın fiquru ilə əlaqəli müəyyən gözləntilər. Kişi fiquru bu gözləntilərin altında daha çox əzilir. Çünki daha çox belə güclü kişi fiquru ortaya qoymaq performans təşvişi yaratdığı üçün onlar bəzən bunu başara bilməmək qorxusu ilə yoğun bir stres yaşaya bilirlər. Bu stresin də gələcəkdə psixopatologiyaya meyilliyi olan insanlarda böyük rolu olur. Biraz öncə yenə də hocamızın dediyi o amigdala məsələsində, amigdala bizim qorxu ilə əlaqəli formalaşan yaddaşımızın olduğu yerdir və amigdaladakı o həssaslığın artması gələcəkdə şizofreniyaya meyillik yarada bilər kimi bir tədqiqatlar əslində biraz daha bizim nənə-babalarımızın, dədə-babalarımızın dediyi qorxdu və dəli oldu anlayışında sanki biraz daha təsdiqləyir kimi bir şeyə gətirib çıxara bilir bizi. Qadınlarda eyni zamanda daha çox affektiv əlamətlər olur. Affektiv əlamətlərin xüsusiyyəti budur ki, biraz öncəki sunumlarda əsasən fikir verirsinizsə, biz şizofreniyanı ayırt etməyə çalışırıq, digər psixozla gedən xəstəliklərdən ayırt etməyə çalışırıq. Çünki şizofreniya çox ağır bir xəstəlikdir və stigmatizasiyası çoxdur. Ona görə də biz şizofreniya diaqnozunu tez qoymağa çalışmırıq. Burada bizə lazımdır ki, proqnoza da baxaq. Yəni, xəstəliyin gedişatı necə olacaq? Yəni, biz bir insanda halüsinasiya gördük, ondan sonra deluziya gördük, yəni ki, paranoid fikirlər gördük, bir də səslər eşidir. İki əlamətimiz var. Bir də əlamət tapsaq, üçüncü əlamət də olsun qeyri-adekvat davranışlar. Biz ona şizofreniya diaqnozu qoya bilmərik. Mən düşünürəm ki, şizofreniya mövzusunda bizdə də bir hiperdiaqnostika halı var. Keçənlərdə bir pasiyent gəlmişdi, əskərlikdə adaptasiya çətinliyi yaşayıbdı. Orada komandirin, yəni şey oxuyuram, oradakı epikrizi, xəstəxanadakı epikrizi oxuyuram. Komandirin şeylərinə, əmrlərinə uymur və bir gündə əsəbləşib yumruğunu divara vurubdu və bunu qeyri-adekvat davranış şəklində qeyd ediblər. Ondan sonrasında şizofreniya bənzəri polimorf pozuntu diaqnozu ilə təxris ediblər və bu diaqnozu qoyublar. Mən dəyərləndirməyimdə heç bir psixotik əlamət görə bilmədim. Sadəcə bir adaptasiya çətinliyi kimi gördüm. Amma yəni bu diaqnozların qoyulması üçün subyektiv bir dəyərləndirmə ola bilir. Yəni qeyri-adekvat davranış dediyimiz şey çox bəzən subyektiv ola bilir. Məsəl üçün, qeyri-adekvat davranış dediyimizdə nələr nəzərdə tutulur? Cəmiyyətin uyğun görmədiyi, kültürel olaraq bizim cəmiyyətimizin uyğun görmədiyi bir davranışa qeyri-adekvat davranış deyə bilərik. Məsəl üçün, mən buraya qırmızı şalvarla gəlsəydim, mənim davranışım bir qeyri-adekvat davranış ola bilərdi bizim cəmiyyətə görə, amma bu Avropa cəmiyyətində qeyri-adekvat davranış olmaya bilərdi. Eyni şəkildə, məsəl üçün, bir insan cinlərə inanıram dediyində Avropada ona psixotik olduğunu deyə bilərlər, amma bizim cəmiyyətdə bu dini inancımızla uzlaşdığı üçün buna qeyri-adekvat düşüncə və yaxud da ki, psixotik düşüncə deməyə bilirik. Bu səbəbdən burada subyektiv şeylərin çox rolu var. Mən hətta bir dəfə TED Talk dinləmişdim. Orada bir şaman qəbiləsində şizofreniyası olan xəstələrin
vergili insanlar kimi anlaşıldığı və şizofreniya xəstələrinin orada daha yaxşı funksionallıq tapdıqlarını deyirdi o danışmada. Çünki orada qəbilə başa düşmür və onun bizim dırnaqda qeyri-adekvat dediyimiz davranışları sanki ilahi bir güc tərəfindən yönləndirilir kimi başa düşdükləri üçün onu bir rahib, bir fərqli bir pozisiyaya gətirə bilirlər və bu onun özgüvəninə yaxşı təsir eləyir, funksionallığı artır. Çünki biz bilirik ki, şizofreniya xəstələrinin ən böyük problemi sosial izolyasiya səbəbi ilə onlar cəmiyyətdə özlərinə yer tapa bilmirlər. Çünki cəmiyyət də qurulmuş bir cəmiyyətdir. Yəni müəyyən şəkildə bizim bəlkə də təbiətimizə uyğun olmayan bir şəkildə qurulmuş bir cəmiyyətdir. Bununla əlaqəli mən şizofreniyanın bu diaqnostikasında cəmiyyətin rolu ilə əlaqəli bir hadisə danışmaq istəyirəm. Bir dəfəsində Türkiyədə bir adli psixiatriya deyə bir şeydəyik. Orada müəyyən insanlar gəlirlər və biz onlara veririk. Xəstəliklərini təsdiq eləyən bir universitet tərəfindən onlara bir şey verilir. Bir insan gəlib mənə deyir ki, məni cinlər narahat eləyirlər və onlar mənim bədənimdə xaçlar çəkirlər, xaç izləri çəkirlər. Yəni qanadaraq bədənimdə xaç izləri çəkirlər və bir neçə yerini də açıb göstərdi. Həqiqətən də xaç izləri var idi. Ondan sonrasında mən tək də gəlməmişdi əslində. Bir 3-4 dənə qadınla gəlmişdi. Xalası, bibisi, anası belə qatışıq gəlmişdilər. Hətta görüşmədə də birdən belə eləyirdi, belə danışırdı, ətrafında sanki bir cin bir şey deyir. Eyni zamanda bu şeyə də başlamışdı, baxıcılığa da başlamışdı. Yəni bundan da pul qazanırdı, məhəllələrində baxıcı olaraq işləyirdi artıq. Pensiya almaq üçün də bizə müraciət eləmişdi. Sonrasında mən ailəsinin yaxınlarını çağırdım ki, bəs siz necə görürsünüz də, bu adamda nə baş verir, evdə olan sizsiz. Onlar da dedilər ki, doktor, həqiqətən də bir an gəlir, qışqırmağa başlayır, biz onun qollarını tuturuq belə və onun bədənində müəyyən bir kəsik, öz-özündən sanki bir kəsik yaranmağa başlayır və sonrasında o qanıyır, çapıqlaşır, bir xaça dönüşür. Ailənin də bunu bu şəkildə deməsi insanda bir şəkildə, məsəl üçün, bizim bir reallığımız var da, yəni belə bir şeyin mümkün olmayacağını bilirik və bu reallıqdan yola çıxaraq da deyirik ki, belə bir şey ola bilməz. Yəni, böyük ehtimalla ailədə kütləvi bir psixoz halında ola bilər deyə düşünürük ya da suistimal ola bilər, belə bir şey düşünürük və mən dedim ki, bu xəstəni yatırmaq və izləmək lazımdır, bu halları müşahidə eləmək, başqa cür bunu təsdiqləmək mümkün deyil. Onlar dedilər ki, bizim hocaya gitməyimiz lazım, bunun bizə faydası olmayacaq dedilər və hoca dedikləri də imamdır, yəni ki, məsciddəki imama apardılar xəstəni. Bu cəmiyyətin psixoz mövzusundakı rolu bu mənada çox önəmlidir. Əgər bir cəmiyyət çox qatı bir dindar cəmiyyətsə, onlar müəyyən qeyri-adekvat düşüncələrə və yaxud da ki, sanki ilahi düşüncələrə daha çox inanma meyillərində ola bilirlər kimi görünür sanki. Biraz daha transgender fərdlərdən danışmaq istəyirəm. Transgender fərdlərdə problem daha çox olur. Onlarda araşdırmalar göstərir ki, hətta 3-4 dəfə psixoz görülmə riski, cisgender dediyimiz, yəni ki, heteroseksual fərdləri, yəni ki, normal kişi və qadın olan insanlara görə 3-4 dəfə daha yüksək psixoz yaşayırlar. Bu psixoz mövzusunda nəyə görə bunu daha çox yaşayırlar? Amma bir sual işarəsi qalır ki, burada sosial faktorlar mı bunu yaradır, yoxsa ki, ümumiyyətlə transgender olmanın doğuşdan gələn bir mexanizmi var və bu mexanizm, deyək ki, psixozun, şizofreniyanın yaranması ilə əlaqəlidir. Yəni, biz şizofreniyaya, psixiatriyada ən çox genetik yolla keçən xəstəlik deyirik. Haradasa 80% genetik bir keçişdən danışılır. Bunu da necə aparırlar? Tək yumurta əkizlərini alırlar, yəni ana-ataları atan və onları valideyndən ayırırlar. Belə görünür ki, tək yumurta ikizlərinin hərəsi bir insana verildiyində və onlar yetişdirildiyində birində əgər şizofreniya ortaya çıxırsa, o birisində də şizofreniya ortaya çıxma nisbəti 50% kimidir. Bu, ayrı yumurta ikizlərində, iki yumurta ikizlərində bu nisbət 20%-lərə qədər düşür. Yəni, genetik olaraq eyni genetikaya sahib olma böyük rol oynayır kimi görsənir.
Transgender fərdlərdə isə daha çox belə görünür ki, sosial faktorlar daha çox rol oynayır. Onların cəmiyyət tərəfindən rədd edilmə qorxuları və yaxud da ki, uzun müddətli sosial stres, bilirsiniz ki, travesti deyilən o insanlara qarşı hücumlar çox olur. Onları sanki seks işçisi kimi görmə, yəni ki, onların Azərbaycanda mən görməmişəm transgender bir fərdin normal akademik bir işlə məşğul olması. Amma Türkiyədə Marmara Universitetində bizim nevrologiyada bir doçent var idi. O, məsəl üçün, transgender idi. Ondan sonra başqa bir xəstəxanada, işlədiyim xəstəxanada bir psixoloq var idi. O da transgender bir fərd idi. Yəni, normal cəmiyyət tərəfindən qarşılanması bəzi cəmiyyətlərdə çox aşağıdır və bu onlar üçün böyük travma yaradır. Digər tərəfdən onlar müəyyən hormonal müalicələrə məruz qalırlar. Məsəl üçün, testosteron müalicəsinə məruz qalırsa, bu xaricdən verilən testosteron onların psixotik əlamətlərini artıra bilər. Və eyni zamanda onlarda affektiv problemlər daha çox görülür və ona görə də bu da onların psixozuna yatqınlıq yarada bilər kimi deyilir. Tədqiqatlar göstərir ki, bizim cinsiyyətimiz şizofreniyanın həm də gedişatına təsir edir. Qadınlarda xəstəliyin başlama yaşı daha gecdir, klinik şəkli, müalicəyə cavabı və sosial funksionallığı daha yüksəkdir. Kişilərdə isə xəstəliyin başlanğıc yaşı daha erkəndir. Yəni, başlama yaşı ortalama 15-20 kimi yaşlarda başlayır və ani başlanğıc göstərir. Daha ağır əlamətlərlə başlayır, daha çox yatış tələbi olur və uzun müddətdə də qalıq əlamətlər daha çox olur və sosial izolyasiya dediyimiz o cəmiyyətdən uzaqlaşma halları da daha çox olur. Əslində, şizofreniya fərdlərində bizim ən çox problem yaşadığımız şey bu sosial izolyasiyadır. Vaxtı zamanında Freydə soruşmuşdular ki, sağlıqlı psixologiyalı bir insan necə bir insandır? O isə demişdi ki, sağlıqlı psixologiyalı bir insanın 3 bacarığı olmalıdır. Bunlardan birisi dürtülərini, instinktlərini kontrol eləmə bacarığı. İkincisi, iş qabiliyyəti, qurma, yaratma bacarığı və üçüncüsü isə sevmə bacarığı olmalıdır. Əgər ki, bir insanın sevmə bacarığı yoxdursa, biz onu orqanizasiya deyirik biz ona. Şəxsiyyət tipini daha çox borderline orqanizasiyada dəyərləndiririk. Əgər ki, onun qurma, yaratma bacarığı da yoxdursa, biz onu daha çox psixotik şəxsiyyət tipində dəyərləndiririk şəklində danışmışdı. Buradan əslində şizofreniya xəstələrində müşahidə etdiyimizdə görürük ki, onlar müəyyən yaşdan sonra yeniyetmələr təbii olaraq öz ata-analarının evindən ayrılmaq istəyirlər və fərdiləşmək istəyirlər. Bu təbii, biolojik bir şey olaraq yaranır sanki. Amma şizofreniya fərdlərində belə olmur. Onlar ana-ataya bağımlı qalırlar, tək başına dostları olmur, müəyyən bir iş, karyera qurmaq, ailə sahibi olmaq kimi bir iç motivasiyaları olmur. Ona görə də onların qurma, yaratma bacarıqları da aşağı olur. Amma digər borderline dediyimiz insanlarda bu qurma, yaratma bacarığı var, amma onlar da sevməklə, empatiya qurmaqla əlaqəli problemlər yaşayırlar. Bilirsiniz, işte, o narsistik xarakter patologiyası, borderline xarakter patologiyası onların sevməklə əlaqəli bir bacarmaq əksiklikləri olduğu görünür. Burada isə şizofreniya xəstələrinin ən böyük problemi olan bu sosial izolyasiya bizim ölkədə məncə daha böyük problemdir. Çünki biz müalicələrdə müsbət pozitiv simptomları çox rahatlıqla müalicə edirik, amma geriyə qalan negativ simptomlar xəstənin cəmiyyətə qaytarılmasına imkan vermir. Ona görə də negativ simptomlarla əlaqəli də dərman müalicələrdə çox bir şey vəd eləmədiyi üçün xaricdə bununla əlaqəli şizofreniya xəstələrinin dərnəkləri var. Orada şizofreniya xəstələri bir-birlərlə ünsiyyətdə olurlar, müəyyən əl işləri ilə məşğul olurlar və bu onların öz güvənlərinə yaxşı təsir eləyir, özlərini daha yaxşı hiss eləmələrinə səbəb olur. Bundan başqa müəyyən şizofreniya xəstələrində nikotin istifadəsi təbii bir səbəbdən dopamin baskılanmasına bağlı olaraq daha çox olur, o istifadələr azalır. Sosial dəstək, bəli, bundan danışdıq. Qadınların xüsusiyyət olaraq ümumiyyətlə ünsiyyətə daha meyilli olmaları, kişilərdən daha meyilli olmaları, belə bir şey var da, kişilər ovçuydular təkamül nöqteyi nəzərindən, ovda olanda danışmaq
heyvanı ürküdə bilərdi. Ona görə kişilər ünsiyyətə çox meyl etmədilər. Qadınlar isə toplayıcı idilər, meyvə toplayırdılar. O meyvə toplama sırasında sıxılmamaq üçün daha çox ünsiyyətdə idilər. Yəni belə bir zarafat var, amma təbii olaraq da belə görürük ki, qadınların ünsiyyət qurma ehtiyacları verbal ünsiyyət, yəni sözlü ünsiyyət qurma ehtiyacları kişilərdən daha çoxdur. Ona görə də qadınların sosial çevrələri daha çox olur. Bu da onların, deyək ki, belə bir psikopatologiyası varsa, psixozu varsa, onların funksionallığın daha yaxşı qorunmasına kömək eləyir. Məsəl üçün, bizdə də şizofreniya xəstələrinin valideynləri bizdən soruşurlar ki, doktor, bunu evləndirsək nə olar, necə olar? Biz də deyirik ki, çox yaxşı olar. Əslində, ailə qurmaq şizofreniyanın proqnozunu yaxşılaşdıran bir şeydir. Amma gedib bir insanı, yəni ki, xəstəliyini gizlədərək evləndirməyin, yəni cəmaatın qızını da eləməyin, yəni bədbəxt eləməyin. Amma ümumilikdə proqnostik faktorlarda kişi olmaq, tək olmaq, ailəsinin olmaması mənfi proqnostik faktorlardır. Bu mövzuda da qadınların sosial dəstəyin daha çox olması onların proqnozunu nisbətən daha mülayimləşdirir kimi görünür. Bundan başqa, yenə də bütün ölkələrə xas olan narkotik və alkoqol istifadəsi kişilərdə daha çoxdur. Bu da onların proqnozunu pisləşdirir, epizodların tezliyini, yəni ki, təkrarlama tezliyini artırır və kişilər daha çox cəmiyyət içinə çıxdıqları üçün onlarda sosial təcrid və stigma da daha çox olur. Yəni ki, insanlar daha çox görüb, onların davranışlarını qəribə qarşılayıb, buna reaksiya verə bilirlər. Deməli, bir özətləyəcək olsaq, başlama yaşı və gediş fərqi. Kişilərdə və qadınlarda fərq. Kişilərdə daha çox 18-25 yaşlarda başlama, qadınlarda isə daha gec yaşlarda, 25-35 yaşda başlama, bəzən də menopauza sonrasında ikinci pik dövrünün görülməsi. Başlama tipi kişilərdə birdən və dramatik, qadınlarda isə daha yavaş, prodromal mərhələdən keçir. Xəstəliyin gedişi kişilərdə daha xroniki, davamlı simptomlarla, qadınlarda isə daha epizodik, remisiyalar isə daha uzundur. Proqnoz kişilərdə nisbətən pisdir, qadınlarda isə ümumiyyətlə proqnoz daha yaxşıdır kimi tədqiqatların nəticələri göstərir. Mənim sunumum bu qədər idi, amma sonda bir şey əlavə eləmək istəyirəm. Ümumiyyətlə, şizofreniya diaqnozunu qoymaq biraz çətindir. Biz burada daha çox iki xəstəlikdən aid eləməyə çalışırıq. Bu, kəskin şizofreniyaya bənzər pozuntu, bipolyar pozuntunun manik dönəmi və şizoafektiv pozuntu. Burada isə əsas vurğu elədiyimiz şey epizodların nə qədər epizodik olması. Yəni, şizofreniya çünki davamlı gedən və davamlı itkilərlə gedən bir xəstəlikdir. Amma Azərbaycana gələndə mən çox qəribə şeylərlə rastlaşdım, yəni vakalarım oldu. 5 ildən artıq da psixotik əlamətləri olan və heç bir şəkildə arada remisiya dönəmi olmayan bir qadının mən şizofreniya diaqnozuna, gənc də bir qadın idi, 25-26 yaşlarında şizofreniya diaqnozu ilə müalicəyə aldım və müalicədə də poliperidon deyəsən istifadə eləmişdim. Əlamətləri biz tamamən ortadan qaldırdıq. Ondan sonrasında həmin qadın evləndi, tam bir remisiyaya girdi. Evləndi, balayına getdilər Amerikaya falan filan. Bundan sonrasında mən 3 il, 4 il onu görmədim. Sonrasında yenə bir manik epizodla təkrar onu gördüm və diaqnozumu dəyişdirdim. Yəni ki, burada böyük ehtimalla bipolar diaqnozu var idi deyə bir düşüncəyə gəldim. Yəni, biz bu diaqnozları qoyarkən xəstəliyin gedişatı, müalicəyə cavabı, epizodiklik, bunun kimi faktorları da klinisyen nəzərə almalıdır. Yəni, Azərbaycanda bu fərqlərdə belə bir şey olur ki, daha çox müalicəsiz qalma halları daha çox olur. Türkiyədə ilk epizodu tapmaq çox vaxt çətin olur. Sənə gəldiyində artıq bir çox həkimlərdən müalicə almış olur. Amma Azərbaycanda belə ilk epizodu tapmaq və fərqli gedişatı görmək daha sıx olur. Təşəkkür edirəm, mənim sunumum bu qədər idi. Çox sağ olun, dostum. Kimin sualı var? Buyurun. Doktor, sualım belədir. Əgər uşaqda birinci il homoseksual meyil varsa,
və bu uşaq qarşı cins kimi özünü identifikasiya eləyirsə, fərqli görürsə, bu uşağı valideynin psixoterapiyaya və yaxud da medikamentoz müalicəyə gətirib də mən uşağımın gələcəkdə heteroseksual olmasını istəyirəm və bunu düzəldin deməsi nə qədər doğrudur. İstəyir etik çərçivədə, istəyir hüquq çərçivəsində, istəyirsə də DSM-5-ə görə baxsaq belə artıq ki, psixi pozuntu olaraq qəbul edilir. Burada bu situasiyalarda davranışınız nə olur? Deyək ki, uşağın 12 yaşı var ki, hal-hazırda məndə belə bir vaka var. Trumpa qədər bu bir mənalı belə idi ki, uşağın istəkləri və onun özünü hiss etmə tərzinə böyük hörmət edilməsi və dəstəkləyici bir yöndə gedilməsi, dəyişdirici yox, dəstəkləyici yöndə gedilməsi idi. Trump gəldi, dedi ki, konkret olaraq iki cinsiyyət var, kişidir, qadındır, başqa ortası yoxdur. Amma zarafat bir yana, belə hallarda biz uşaqdırsa və yeniyetmədirsə, burada bir gender disforiyasından danışırıq. Bu bəzən dəyişə bilir. Yəni ki, uşaq 18 yaşını tamamladıqdan sonra, hətta mən deyərdim 20-21 yaşını tamamladıqdan sonra onun düşüncələri əgər qalıcı bir şəkildə davam eləyirsə, bu zaman bunu düşünmək lazımdır. Çünki bilirsiniz ki, Amerikada artıq yeniyetməlik dövründə müəyyən hormonal müalicələri başlama kimi şeylər başladı. Bu insanları çox qəzəbləndirdi. Həqiqətən də belədir. Yəni ki, bu yaşlarda uşaqların belə qərar verməsinə güvənmək biraz sonrasında peşmançılıq yarada bilər. Amma digər tərəfdən də homoseksual insanların vaxtı zamanında müalicəsi ilə məşğul olan bir çox insan oldu. Və onlar aversiyon dediyimiz iğrəndirmə müalicələri ilə onlarda o, deyək ki, homoseksual bir porno izlədib, ondan iğrəndirmə şeyləri eləməyə çalışdılar. Bu insanları aseksual eləyə bildilər, yəni qarşı cinsə heteroseksual eləyə bilmədilər və daha sonrasında DSM nəyə görə bunu çıxartdı? Daha sonrasında bunun sui-istifadəsinin çox olduğu görüldü. Yəni, məsəl üçün, bir kişi lezbiyen deyək də, homoseksual qızları yığıb, onlara taciz edə bildiyi hallar yaşandı və belə hallar çox olduğu üçün həm maddi itkilərə, həm belə travmatik yaşantılara səbəb olduğu üçün DSM də bundan əlaqəli qəti, deyək ki, kontrollu bir çalışmalar olmadığı üçün də bunu artıq xəstəlik kateqoriyasından çıxartdı. Normal olaraq gender variasiyasının bir növü olaraq. Doktor, ikinci sualım da belədir ki, biz nəzərə alsaq etik çərçivəni, nəzərə alsaq hüquqi çərçivəni və deyək ki, məsələn, pasiyent vakası anlatıramsa, 12 yaşında oğlan pasiyentim var, cinsel orientasiya fərqliliyi var və cinsel yaşama da başlayıb artıq 12 yaşında. Amma buna cinsel taciz də deyə bilərdik, çünki özü 12 yaşında olmasına baxmayaraq, yaşadığı şəxsin 22 yaşı var. Bu durumlarda həm biz etik çərçivəni nəzərə alsaq ki, pasiyentin məhrəmiyyəti var, bizim ona verdiyimiz sözlər var ki, pasiyentin dini, cinsi yaşamı məhrəmdir və kiməsə anlatmalı deyilik. Amma eyni zamanda 12 yaşı var və valideyni var və bilmək istəyir. O zaman yəni bu çərçivələri pozmadan mütəxəssisin davranışı necə olmalıdır? Amma nəzərə alsaq ki, bura Azərbaycanda qanunları bilirik və nəzərə alsaq ki, bu valideynin övladına fiziksel şiddət göstərmə və öldürmə ihtimalı var. O zaman mütəxəssisin davranışı necə olmalıdır? Burada bir hüquqi çərçivə var. Çünki 22 yaşındakı bir insan 12 yaşındakı bir uşağa cinsel taciz, təcavüz, bu yəni uşağın istəyi olub-olmasına baxmayaraq hüquqi bir şeydir və böyük də uzun müddətli də bir cəzası var. Amma digər tərəfdən uşağın bu yaşdakı, deyək ki, orientasiya fərqini biz müəyyən edə bilmərik. Çünki həm orientasiya deyirsiniz, həm də qarşı cinsin özəlliklərini mənimsəyir deyirsiniz. Yəni ki, həm transgenderdir, həm də orientasiyası da homoseksual. Homoseksual deyə bilərik, oğlandır, amma homoseksualdır, özünü gey olaraq görür və oğlanları bəyəndiyini və onlarla bərabər olmaq istədiyini və zaten olduğunu deyir. Homoseksuallığın, deyək ki, uşaqlıq travmaları içində taciz və təcavüzə, öz cinsiyyəti tərəfindən taciz və təcavüzə məruz qalma, özəlliklə oğlan uşaqlarında belə bir faktor var ki, homoseksual davranışlara meyil yaradır və yaxud da biseksual davranışlara meyil yaradır kimi bir travmatik yaşantının olması var. Ona görə də bu uşağın məncə öncəliklə bir beyin qarışıqlığı var. Uşaq hələ ki cinsəlliyi qavramış vəziyyətdə deyil
Çünki uşaqlar cinsəlliyi bəzən duyğusal bağ olaraq, yaxınlıq olaraq qavraya bilirlər. Ona görə də burada özəlliklə birinci növbədə uşağın əgər valideynləri yetərli o dəstəyi verə bilmirsə, birinci o dəstəyi alması lazımdır. Yəni psixologiyasının toparlanması, daha sonrasında valideynlərin qayğıları və valideynləri də bu mövzuda biraz daha gözləmə pozisiyasına salmaq. Yəni homoseksual olacaq deyə bir şey yoxdur. Bu hallar dəyişə bilər. Və biz bu dövrün yeniyetməliyik və yeniyetməlikdən sonraki 1-2 ilin keçməsini gözləməyimiz lazım. Bu şəkildə yönləndirmək daha doğru olar. Sağ olun. Oldu, çox sağ olun. Yenə sağ olun. Azər doktor, təşəkkür edirəm çıxışınız üçün. Bir şərhlə başlayayım ki, travmada eləyəcəyimiz birinci şey travmanı dayandırmaqdır. Travmanı dayandırmadan nə homoseksuallıq, nə transseksuallıq, nə transgender demə söhbət gedə bilməz. Mən o vakada birinci mənim yanaşmam travmanı dayandırmaqdır. Çünki 22 yaşlı birisindən 12 yaşlı birisindən 22 yaşlı birisinin münasibəti hər ehtimalda təcavüzdür. Nöqtə. Yəni, qadın kişi ola bilər, kişi kişi ola bilər, qadın qadın ola bilər, fərqi yoxdur. Sizə sualım belədir doktor. Siz maraqlı bir nüans dediniz ki, testosteron psixoza yatqınlığı artırır, ona görə kişilərdə daha tez gündəmə gəlir, östrojen də tam tərsinə qoruyur, ona görə qadınlarda daha gec ortaya çıxır. Bir toplantıda bu mövzunu tartışmışdıq ki, işte 40 yaşından sonra şizofreniya olmaz kimi bir absurd bir fikir səsləndirmişdi. Sizinlə deyil, başqa bir toplantıda vardı, siz belə bir şey deməzsiniz bilə. 40 yaşından sonra başlayan şizofreniyaya gec başlanışlı, 60 yaşından sonra başlayana da very late onset deyirlər. Yəni çox gec başlanışlı şizofreniya deyirik. Yəni 60 yaşından sonra da bir insanda birinci dəfə psixotik atak ola bilər və şizofreniya diaqnozunu 65 yaşında ala bilər. Bu klinikdə olan vakalardır. Sizin buradakı fikriniz necədir və yaxud da ki, literaturda buna rast gəlibsinizmi? İrəli yaşlarda, yəni 40 yaş sonrasında və ya 60 yaş sonrası psixozlarda qadın kişi nisbəti və yaxud da ki, kişilərdə ilk başlanğıçda o gənc yaşdakı teatrallıqda qadınların daha önə keçməsi varmı? Çünki östrojen azalır, kişilərdə də testosteronda azalma olur. Şəxsi fikrinizi və elmi varsa məlumatınızı paylaşmanızı rica edirəm. Sağ olun. Şəxsi fikrim bu şəkildədir ki, mən də o fikirdəyəm ki, qadınlarda irəli yaşlarda estrogenin azalması ilə bir yerdə və o hormonal disbalans onlarda stres yaradan bir faktordur. Stres bilirsiniz ki, biz daxili homopoiezin pozulmasına da biz stres deyilik. Yəni, qadının daxili hormonal balansı pozulduğunda bu onda stres təsiri yarada bildiyi üçün şizofreniyaya meyillik yarada bilər və daha gec yaşlarda ortaya çıxan psixotik əlamətlərdə mən ilk növbədə demensiya vəziyyətini dəyərləndirərdim. Çünki bəzən demensiyada bir çox vaxtlar psixotik əlamətlərlə başlaya bilər. Təbii ki, ikisi bir arada da ola bilər. Gec başlayan şizofreniya xəstələri ilə əlaqəli çox olmadığı üçün çox təcrübəm yoxdur. Amma 2-3 vaka təcrübəm olubdur Türkiyədə. Daha çox burada erkən dövrlərdə də biraz öncə Fuad müəllimin də dediyi kimi zaten eksentrik bir davranış şəklinin olduğu, müəyyən şəkildə subsimptomatik əlamətlərin görüldüyü, amma bunlar ailə tərəfindən çox təşvişə və müalicəyə ehtiyacı yaratmadığı üçün gözdən qaçdığı, amma müəyyən yaşdan sonra yaşanan bir travmatik bir hadisənin təsiri ilə alovlanaraq əlamətlərin epizod şəklində ortaya çıxdığı o şəkildə görmüşdüm. Yəni, bunu deyə bilərəm bu mövzuda. Çox sağ olun, doktor. Təşəkkür edirəm. Doktor, mənim də bir dənə sualım var. İlk öncə çıxışına görə təşəkkür edirəm. Mikrofonu biraz eşidirəm. Yaxın, tamam. Çox sağ ol. Doktor, bayaq qeyd etdiniz ki, şizofreniyalı xəstələrin evlənməyində hər hansı bir problem yoxdur və hətta müsbət bir proqnozdur. Lakin nəzərə alsaq ki, evliliyin özü bir məsuliyyətdir və bu növbəti psixotik atakın yaranması üçün bir risk faktoru ola bilməzmi sizcə? Onlar çox vaxt evlənəndə ailələrin dəstəyi ilə evlənirlər. Yəni ki, şizofreniya xəstəsi öz ailəsini idarə etməkdən çox, ailə onun, deyək ki, ailənin keçimidir, başqa şeylərdir. Bunları böyük ailə öz üzərinə götürür, ata-ana. Amma burada sosial dəstəyi olmuş olur. Yəni, valideynlərlə yanaşı, eyni zamanda bir yoldaşı, daha sonrasında uşaqlarının olması onun ətrafında bir sosial dəstək yaradır və
gələcəkdə şizofreniyanın belə bir xüsusiyyəti var ki, xroniki şizofreniya nəyə görə biz daha erkən müalicə eləməyə çalışırıq? Çünki müalicəsiz qaldıqlarında bir müddətdən sonra o evində yüzlərlə pişiyi olan, evə idən girilməsi mümkün olmayan xəstələr yəqin ki, görmüsünüz, bəzən xəbərlərə də çıxır. Onlar müalicəsiz qalmış xroniki şizofreniya xəstələridirlər və bu gedişat bir çox, deyək ki, negativ əlamətlərin ön planda olduğu şizofreniya xəstələrində olur. Bundan qorumaq əsas vacibdir, cəmiyyətə maksimum qaytarmaq əsas vacibdir və bizim cəmiyyətdə evlilik buna imkan verən tək-tük yöntəmlərdən biridir. Amma burada təbii ki, mən ailəyə mütləq bir şəkildə deyək ki, namizədlə dürüst olmalarını, xəstəliyin olduğunu paylaşmalarını mütləq bir şəkildə deyirəm. Çox sağ olun doktor. Çox sağ olun. Təşəkkür edirəm. Sesiyamız bitdi. Fasilə.